Qoyun gəzməlidir. Özü tapıb seçdiyi otu qırıb yeməlidir. Sən qabağına qoyduğunu yox. Yoxsa o qoyun nə yaxşı bala verər, nə inkişaf edər. Bu sözün müəllifi ilə də sizi tanış edəcəm. Təbii ki, mən belə fikirdə deyiləm. Bilirsiniz, mənim seçimim qapalı sistemdir. Bu qədər müddətdən sonra kanalım yenicə monetizə olmuşdur. Cəmi $2 qazanmışdır ki, YouTube dayandırdı. Kanalım bağlanmayıb davam etməsi üçün şərhlərinizə ehtiyac var. Salam dostlar, hər vaxtınız xeyirli, uğurlu olsun. Əvvəlcə bilməyənlər üçün yenə də qeyd edim ki, bu kanalı açmaqda məqsədim bir iş olaraq deyildi. Əslində bu kanaldan mən ən azı il yarım 2 il sonra istifadə edə biləcəyim. Damazlıq satışların başladığı zaman bildiyiniz kimi fikrim sürünü artırıb gələcəkdə sırf damazlıq toğlular və toxumluq qoçlar satmaqdır. Lakin kanalı daha erkən açdım ki, o zamana dək həm addım-addım bu sürüyə necə sahib olduğumu göstərim, bilib tanıyasınız ki, gələcəkdə tam əminliklə inanıb məndən damazlıq alasınız. Həm də bildiklərimi paylaşım, kimlər üçünsə bir faydam olsun. Amma bir problem yarandı. Mən bu videolarımda tam izahlı olsun deyə məsələlər çəkdiyim zamanı başqa videolardan istifadə etdiyimə görə YouTube mənə xəbərdarlıq göndərdi. Kanalın silinmə təhlükəsi ola bilər deyə. Bu neçə ayda o qədər maarifləndirici videolar çəkmişdim. Hələ yenicə başlamışdı ki, $2 qazanmışdı. Onu silib dayandırdı. Səbəb də dediyim kimi güya başqalarının videosunu işlədirəm. Videolarımı davamlı izləyənlər bunu bilir ki, mən o fraqmanları harda, necə qoymuşam. Bir şeyi sözlü deyəndə göstərişlə də onu uyğun bir fraqmanlar qoymuşam. Bunu da videolarımı izləyən dostlardan xahiş edirəm, şərhlərdə yazıb bildirsinlər ki, bunu YouTube baxıb nəzərə alsın. Mən o YouTube'un $2-3 deyiləm. Vermir, heç verməsin. Umurumda da deyil. Sadəcə kanal silinməsin. Gerçəkdən bu kanalla çox zəhmət çəkmişəm. İşdən yorğun arğın gəlib videolar hazırlamaq, yaxşı çıxmadı, yenidən təkrar hazır etmək, yüklədikdən sonra da izləyicilərimin şərhlərinə cavab yazmaq, bu 4-5 ayda gerçəkdən çox zəhmətim olub bu kanalda. O yüzden istəmirəm ki, bir yanlış anlaşılmamazlıq üzündən silinəm. Siz də davam etməmi istəyirsinizsə şərhlərdə qeyd edin. Mən nə artist deyiləm, nə müğənni deyiləm, nə də bir showman deyiləm ki, özümü göstərib tanıtmaqla gündəmə gələm. Belə bir fikrim də yox. Fikrimcə də doğru fikirdəyəm. İnsanlara mənim kim olduğum maraqlı deyil. Fikrim daha çox maraqlıdır. Bu nöqteyi nəzərdən də videolarda heç özüm haqqında da danışıb vaxtınızı almaq istəməmişəm. Arada hər videoda bir neçə saniyəlik özüm haqda deyirəm ki, tədricən tanıyasınız. Lakin bugün özüm haqda danışacağım və siz də dinləməlisiniz ki, YouTube'da nəzərə ala o videolarımı. Video hazırlamaq elə asan deyil. Vaxt alır. O da hər iş kimi səbir tələb edir. Düzdür, bu işlə pul qazananlar var. YouTube pul qazanmaq imkanı hər kəsə verir. Amma istədiyin pulu qazanmaq üçün bunun gərək professionalı olasan. Misal, mənim bir oğlum bu işin professionalıdır. 100 minlərlə abunələri də var. YouTube'dan qramotaları da var. O uşaqlıqdan bu işi başlayıb, bugün də professional olaraq davam edir. Amma mənim kimi adamlar üçün bu bir hobbidir. Və gerçəkdən də xoşuma da gəldi. Pul qazanmasam da, kimlərsə videoya baxıb bir yaxşı fikir yazanda gerçəkdən mənə bu necə deyərlər ləzzət edir. Elə hər işdə pul qazanmalı deyilik ki, əksinə bir növü bu məni boş-boş vaxt keçirtməyə qoymur. Misal, həftə sonları kafeyə gedib boş-boş oturmaqdansa, birilərinə bir faydalı bir bilgi vermək daha yaxşıdır. Bu kanal artıq mənə bir övlad kimi gəlir. Onu böyüdüb bura qədər gətirmişəm. İstəmirəm yoxa çıxsın. Mən heç bir işdə pəs etməmişəm. Bu işdə də pəs edib geri çəkiləcəyimi düşünmürəm. İndi biraz daha özümdən danışım. Mən Rizvan 44 yaşında. Doğulduğum öz doğma kəndimizdən tam 25 il əvvəl hərbi xidmətdən geri gəldiyim gündən çıxmışam. Kəndə geri dönmək qərarım isə bugünün qərarı deyil. Bir gün geri qayıdacağımı bilirdim və 5 il əvvəl dönmək üçün özümə bu evi tikməyə də başladım. 4 ilə bura qədər tikib sonra dayandırası oldum ki, öncə bu təsərrüfatı qurum. Məlum məsələ, kəndə
gəldinsə bir təsərrüfatla məşğul olmaq lazımdır. Bunu da tək başına edə bilməzdim. Qardaşımla bir qərara gəldik. Mən işləyib torpaq alacağım, heyvan alacağım. O baxıb artıracaq. Artıq bir ildir bu işə başladıq. Şükürlər olsun, çox gözəl bir nəticəyə də gəlib çıxmışıq. Tam istədiyimiz ferma hazır olduqda özüm də hər işi buraxıb bir dəfəlik köçəcəm kəndə. Videolara diqqət edənlər bunu bilir. Əvvəlki videolarda da qeyd etmişəm ki, bugün təsərrüfatın başında hələ ki qardaşımdır. Mən özüm orada olsaydım, başqa işim olmasaydı, hər gün sizə gözəl videolar çəkib hazırlayardım. İnşallah olacaq, gələcəkdə, amma bugün hələ o deyil. Ora gəlib çatmaq üçün Allahın izni ilə işləyib artırmağa davam etməliyəm. Mənim fikrim tam qapalı bir sistem qurub, az əməklə bu işi görməkdir. O yüzden də torpaqlar alıb yonca əkdim, tövləni də ona uyğun hazırladıram. Birinci üz yonca biçimindən artıq 500 pres çıxıb yığmışıq, amma hələ də qardaşım qoyunu otarır. Mən o az zəhmət çəksin deyə bu işləri görürəm, o deyir yox. Qoyun gəzməlidir, özü tapıb seçdiyi otu qırıb yeməlidir. Yoxsa o qoyun nə yaxşı bala verər, nə inkişaf edər. Da indi öz işidir, otarır otarsın. Mən kəndə köçəndə, işin başında olanda otarası deyiləm. İnşallah bir dəfəlik kəndə köçdükdən sonra qapalı qoyunçuluğa davam edəcəm və əlavə vaxt qazanıb bir meyvə bağı da salıb, bağçılıqla da məşğul olacağım. Onu da çəkib sizlərlə paylaşacağım. Bu qış imkanlaşdırsam, biraz qoyun almaq işinə ara verib, bir hektara bəlkə bağ saldım ki, köçənə dək ağaçlar da böyüsün. Bəli dostlar, heç bir şey həyatda asan deyil. Ola bilər, bəziləri üçün asan gələ bilər. Məsələn, müftə pul yeyənlər, dədə-babadan miras qalanlar və digərlər kimi. Amma bizim sinif insanlar üçün həyatda bir şeylərə nail olmaq asan deyil. Amma unutmayaq ki, mümkünsüz də deyil. Əzm, səbir, möhkəm iradə, bir də böyük əmək. Bunları cəm etdirdikdə hər şey mümkündür. Allah hər kəsin gördüyü, görəcəyi işlərə xeyir versin. Kimin hansı həyatı seçib, hansı xəyalı edirsə, ona o yolda yardımcısı olsun. Xüsusən də zəhmətkeş insanların Allah zəhmətini bərəkət ruzi qatsın. Halaldan kimsəyə qaçmasın. Amin. Xoşça qalın, gələn videolarda yenidən görüşərik.